Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif fizika üçün yenilənmiş qiymətləndirmə tapşırıqları kitabından növbəti bölməmizin izahıdır. Müsbət yüklü kürənin sahəsinə dielektrik dayaq üzərində olan metal cismi gətirilir. Sonra naqillə yerlə bağlanır. Cismi yerlə birləşdirən naqildə hansı hissəciklərin axını baş verəcək və onlar hansı istiqamətdə hərəkət edəcək? İnduksiya ilə elektrikləmədə bilirik ki, təsirə gətirilən cisim, məsələn bu müsbət yüklüdürsə, onda bu cisimdəki, neytral cisimdəki mənfi yüklər bu lövhənin səthinə yığılar. Daxilində isə müsbət yüklər qalar. Və onda yerlə birləşdirən naqildə müsbət yük axını baş verər və yerə doğru, aşağıya doğru hərəkət edər. Müsbət yüklər protondur, proton aşağı. Cavabımız olar C variantı. Hansı hadisə elektrostatik induksiyaya əsaslanır? Yüklü zərrəciklərin nizamlı hərəkəti, yüklü zərrəciklərin nizamlı hərəkəti elektrik cərəyanı yaradır. Naqilin elektrik sahəsinin təsiri ilə elektriklənməsi, cisimlərin sürtünmə zamanı cisimlərdə elektriklənmə baş verir, yəni biri müsbət, biri mənfi yüklənir. Elektrostatik induksiya hadisəsində isə cismin yükü dəyişmir, neytral halda qalır. Yüklü zərrəciklərin nizamsız hərəkəti, yəni hərəsi müsbətlər bir tərəfə, mənfilər bir tərəfə yığılır və yenə də cismin yükü dəyişmir. Onda biz burada yüklü zərrəciklərin nizamsız hərəkətini götürə bilərik. Üçüncü tapşırığımıza baxırıq. İki hissədən ibarət yüksüz naqil mənfi yüklə yüklənmiş sferanın sahəsində bir-birindən ayrılır. Sferanı yerlə birləşdirəndən sonra naqilin A və B hissəsində hansı yüklər olacaq? Deməli, baxırıq bu mənfi yüklüdür. Onda A-da olar bu tərəfində müsbət yüklər, digər tərəfində mənfi yüklər. Onda B-nin sol tərəfində müsbət, bu tərəfində isə mənfi yüklər yüklənər. Deməli, A tərəfi müsbət, B tərəfi mənfi. Cavabımız olar A variantı. Dördüncü tapşırığımıza baxaq. İki hissədən ibarət yüksüz dielektrik müsbət yüklə yüklənmiş sferanın sahəsində bir-birindən ayırdılar. Dielektrikin M və N hissələrində sferanı yerlə birləşdirəndən sonra hansı yüklər yaranacaq? Baxırıq, bu müsbətdirsə, M tərəfinə mənfilər gələr, bu tərəfə müsbətlər, onda N tərəfinin sol tərəfində mənfilər, sağ tərəfində müsbətlər qalar. Deməli, M mənfi, N müsbət. M mənfi, N müsbət. Cavabımız olar C variantı. Beşinci tapşırığımıza baxırıq. Dəmir cismin yaxınlığında müsbət yüklənmiş kürə yerləşdirilmişdir. Naqil vasitəsilə yerlə birləşdirilmiş dəmir cismin K və L uclarının yükü necə olar? Deməli, baxırıq, bu müsbətdirsə, onda dəmirin bu tərəfinə mənfilər toplanar, L tərəfi mənfilər, onda digər tərəfində müsbətlər qalar. Deməli, K müsbət, L mənfi. Cavabımız olar B variantı. Altıncı tapşırığımıza baxırıq. Hansı ifadə doğrudur? Neytral cismin toxunma olmadan yüklü cismin təsiri ilə yüklənməsi induksiya ilə elektriklənmə adlanır, doğrudur. 7-ci tapşırığa baxaq. Mənfi yüklü P cismi metal 1 və dielektrik 2 cisminə yaxınlaşdırılır. 1 və 2 cisimlərinin uyğun olaraq K, L və MN hissələrində hansı yüklərin yarandığını müəyyən edin. Baxırıq, bu mənfidirsə, onda K tərəfində müsbətlər yığılar, L tərəfində mənfilər, burada M tərəfində müsbətlər, N tərəfində mənfilər. Deməli, K müsbət, L mənfi, M müsbət, N mənfi. Cavabımız olar B variantı. 8-ci tapşırığa baxırıq. 5 müsbət 5 Q və Q yüklərindən eyni məsafədə yüksüz metal cisim yerləşdirilmişdir. Bu cismin 1 və 2 nöqtələrində yaranan yüklərin işarəsi və onların modulları üçün hansı ifadələr doğrudur? Deməli, burada 5 Q-dürsə, müsbət 5 Q-dürsə, onda burada mənfilər toplanar. Onda burada mənfilər toplanırsa, iki tərəfində də müsbətlər toplanar. Baxırıq indi burada yüklərin, modulların bizdən
bu cismin 1 və 2 nöqtələrində yaranan yüklərin işarəsi və onların modullar arasında hansı münasibət var? Onda bir tərəfində deməli mənfi yüklər, iki tərəfində müsbət yüklər yerləşər. Yüklərin modullarda bu 5 Q'dur. Bu Q'dürsə, deməli onda birincinin yükü Q1 böyükdür Q2'dən. Deməli 1 mənfi, 2 müsbət, Q1 böyükdür Q2. Cavabımız olar C variantı. 9-cu tapşırığımıza baxırıq. Müsbət yüklə yüklənmiş P cisminin 1 və 2 keçirici cisimlərinə yaxınlaşdırdıqda onların K, L, M, N hissələrinin yüklərinin işarəsini müəyyən edin. Bu müsbətdirsə K tərəfə mənfilər toplanar, L tərəfə müsbətlər toplanar, M tərəfə mənfilər, N tərəfə müsbətlər. Deməli K olar müsbət, L, K mənfi, L müsbət, M mənfi, N müsbət. 10-cu tapşırığımıza baxaq. Elektrik sahəsində istifadə edərək toz tutmağa və ya metal səthlərə sprey ilə boya püskürdülməsinin tətbiq etməyə imkan verən qurğu üçün dizayn təklif edin. Məsələn, burada biz bir mənfi yüklü lövhə götürsək, lövhə mənfi yüklə yüklənər və onun üzərinə hər hansı toz hissəciyi qoysaq, məsələn, toz hissəciyimiz də mənfi yüklü olsa və ya müsbət yüklü olsa, bu lövhə müsbət yüklü hissəciyi özünə doğru çəkər və burada toz hissəciyi metal lövhədən ayrıla bilməz. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.